Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzi insanlar kiminsə xahişini geri çevirməyə çətinlik çəkirlər. Onlar başqalarını incitmək istəmir, kömək etməyi sevir və əksər hallarda öz rahatlıqlarını ikinci plana atırlar. Astrologiyada da bu xüsusiyyətləri ilə seçilən bəzi bürclərin olduğu bildirilir. Qeyd edək ki, astrologiya elmi cəhətdən sübut olunmuş fakt deyil və burada səsləndirilən fikirlər astroloji inanclara əsaslanır. İndi isə yox deməkdə ən çox çətinlik çəkdiyi deyilən 5 bürcə nəzər salaq. 1. Balıqlar bürcü həssas, mərhəmətli və emosional insanlardan biri hesab olunur. Onlar ətrafındakı insanların hisslərini çox yaxşı anlayır və kiminsə köməyə ehtiyacı olduğunu gördükdə buna laqeyd qala bilmirlər. Balıqlar çox vaxt başqalarının problemlərini öz problemləri kimi qəbul edirlər. Bəs buna görə də onlardan kömək istənildikdə yox demələri olduqca çətin olur. Hətta öz işləri və planları olsa belə qarşı tərəfi yarı yolda qoymamaq üçün əlavə məsuliyyət götürə bilirlər. Lakin bu xüsusiyyət bəzən onların yorulmasına, emosional gərginlik yaşamasına və öz ehtiyaclarını arxa plana keçirməsinə səbəb olur. 2. Tərəzi bürcü sülhü və harmoniyanı sevən insanlardan hesab edilir. Onlar münaqişələrdən uzaq durmağa çalışır və heç kimin xətrinə dəyməsini istəmirlər. Məhz buna görə də bir çox hallarda istəmədikləri işlərə belə razılıq verə bilirlər. Qarşı tərəfi məyus etməmək üçün hə deməyə üstünlük verirlər. Tərəzilər münasibətləri qorumağı və insanlar arasında balans yaratmağı hər şeydən üstün tuturlar. Bu xüsusiyyət isə bəzən onların öz istəklərindən imtina etməsinə səbəb olur. 3. Xərçəng bürcü ailəsinə, yaxınlarına və dostlarına bağlılığı ilə tanınır. Onlar sevdikləri insanların rahatlığı və xoşbəxtliyi üçün əllərindən gələni etməyə çalışırlar. Kiminsə xətrinə dəyməmək üçün öz planlarını dəyişməkdən belə çəkinmirlər. Yaxınlarının hər hansı problemi olduqda dərhal köməyə tələsirlər. Bu səbəbdən xərçəng bürcü də yox deməkdə çətinlik çəkən bürclər sırasında göstərilir. Onlar üçün yaxın insanların xoşbəxtliyi çox zaman şəxsi rahatlıqlarından daha vacib olur. 4. Qız bürcü məsuliyyəti hissi yüksək olan insanlardan hesab olunur. Onlar başladığı işi yarımçıq qoymağı sevmir və üzərlərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirməyə çalışırlar. Başqalarının onlara güvənməsi qız bürcü insanlarını sevindirir. Buna görə də tez-tez əlavə öhdəliklər götürür. Hətta vaxtlarının az olmasına baxmayaraq yeni tapşırıqlara da razılıq verirlər. Məhz bu xüsusiyyət səbəbindən bəzən yox demək onlar üçün asan olmur və nəticədə özlərini həddindən artıq yükləyə bilirlər. 5. Oxatan bürcü ünsiyyətçil, pozitiv və yardımsevər xarakteri ilə seçilir. Onlar insanlarla ünsiyyəti sevir. Yeni tanışlıqlara və yeni təcrübələrə açıq olurlar. Bu səbəbdən ətrafdakılardan gələn təkliflərə tez razılıq verirlər. Kömək etmək və dəstək göstərmək onlar üçün təbii davranış hesab olunur. Lakin sonradan vaxt çatışmazlığı və ya işlərin çoxluğu ilə qarşılaşsalar, belə ilk anda yox demək onlar üçün olduqca çətin olur. Nəticə astroloqların fikrincə balıqlar, tərəzi, xərçəng, qız və oxatan bürcləri başqalarını incitmək istəmədikləri, yardımsevər olduqları və münasibətlərə böyük önəm verdikləri üçün yox deməkdə daha çox çətinlik çəkə bilərlər. Bununla belə unutmaq olmaz ki, hər bir insanın xarakteri yalnız doğulduğu bürclə müəyyən olunmur. Şəxsi təcrübələr, tərbiyə, həyat şəraiti və fərdi xüsusiyyətlərdə insanların davranışlarına mühüm təsir göstərir. Buna görə də eyni bürcdən olan hər kəsin eyni xüsusiyyətlərə sahib olacağı qəti şəkildə söylənilə bilməz.